Famil evin kiçik oğludur. Amma kiçik olmayana baxmayaraq böyük fəxr gətirdi bizim üçün. Həmişə zəhmətkeşliklə, yəni evin ailəsi ümumiyyətlə, qardaşı, bacısı, valideyni onun üçün fərqi yox idi. Həmişə istəyərdi ki, o uca tutsun. Xüsusiyyətləri çox idi, gözəl xüsusiyyətləri, özü pisliyə doğru yox. Həmişə yaxşılıq, xeyirxahlıq ondan gözləmək olur. Uşaqlığının zəhmətkeş uşaqdır. Bir tikəsin hamı ilə bölüşən uşaqdır. Dost canlı idi, evlat canlı idi. Deyərdi, özüm yeməyim, dosta yedizdirim. Şəhidimiz Famil Habiloğlu Əlizadə 3 may 1999-cu il Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin 3 saylı tam orta məktəbində orta təhsilini davam etdirmişdir. 2016-2017-ci illərdə Bakı şəhərində 2 saylı peşə məktəbində təhsil alıb. Famil Əlizadə 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin en saylı hərbi hissəsində xidmət edib. 27 sentyabr 2020-ci il tarixindən başlayan 44 günlük davam edən 2-ci Qarabağ müharibəsi zamanı Famil müharibənin ilk günlərində könüllü olaraq döyüşlərə qatılır və böyük şücaətlər göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına düşmənə qarşı vuruşur və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Şəhid Famil Əlizadə az sayda şəxsi heyəti ilə birgə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində düşmən postunu və anbarının alınmasında xüsusilə fərqlənib. Şəhid Famil Əlizadə göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazıb. 21 oktyabr Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulub boya başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilir və böyük izdihamla torpağa tapşırılıb. Azərbaycan Respublikasının bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15-12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra vətən uğrunda medalı ilə Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü medalları ilə təltif edilib. Namusun gayretin taşı şehitler. Allah şəhidlərimizi rəhmət etsin, ailələrinə səbir versin. Reportajı hazırladı Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsanə. Dünyanı heyrete salan